Bəzi insanlar qurban, hətta həcc kimi ibadətləri etməyi elə də zəruri görmürlər və deyir, onun əvəzinə mən kiməsə pulla yaxşılıq edəyəm və başqa zor yaxşılıq edəyəm, oraya sərf edədiyim pulu. Bu səhv düşüncədir, səhv düşüncədir. Yəni pulu olan hamısı qurban məyər, həmişə qurban kəsir, yox. Qurban ildə bir dəfədir. Amma o birisi günlər yardım elə də. O sadəcə bunu bilirsiniz kim deyir? Bunu İslam əhkamlarına məlumatı olmayan adam deyir. Ne üçün? Çünki İslam onlara hamısını tənzimləyib. Həm ət baxımından, həm maliyyə baxımından. Məsələn, qurbanda ətdir, aydındır. Amma başqa vaxtda nə qədər məsələlər var. Məsələn, zəkat. İslam onları hamısı tənzimləyib. Bunu deyən adamın xəbəri yoxdur. Zəkat. Sonra hələ Ramazanın sonunda fitrə zəkatı. Gündəlik sədəqə, nə qədər istəyirsən verginə şərtsiz. Nəzir, məsələn. Yəni, bunlar hamısı var. Maliyyə cəhətindən bunlar var. Yəni, əgər hamısı bu qanunları tətbiq eləsə, yəni o təmzimlənir.